Daha ətraflı İran ordusu İsrail ərazisindəki bir neçə hərbi obyektə raket zərbələri endirdiyinə dair məlumat yayıb. Məlumatda həmçinin İranın İsrailə hipersəs raketləri ilə endirdiyi zərbələrin sayını artıracağı ehtimalı vurğulanıb. İsrail də Tehranı bombalamağa davam edib. Bununla yanaşı tərəflər bir-birini təhdid etməkdən də çəkinmirlər. İsrail Müdafiə Qüvvələri İranın silah istehsalı obyektlərinə ötən gündə silsilə zərbələr endirdiyini açıqlayıb. Ordunun mətbuat xidmətinin məlumatında bildirilib ki, İsrail Müdafiə Qüvvələri İran rejiminin silah istehsal imkanlarını pozmaq üçün geniş hücum dalğasını tamamlayıb. Tehrandakı Qüds qüvvələri, inqilab keşikçiləri və İran ordusunun infrastrukturuna qarşı həyata keçirilmiş geniş hücum dalğasının davamı olaraq İran ərazisində çoxsaylı silah istehsalı obyektlərinə hücumlar edilib deyə məlumatda qeyd olunub. Həmçinin bildirilib ki, İranın Xarici İşlər Nazirliyinə düşən raketin partlaması nəticəsində 5 nəfər diplomat həlak olub. İranın Tasnim agentliyi isə düşmən hücumlarına layiqli cavablar verildiyini, İran silahlı qüvvələrinin İsrailin paytaxtı Təl-Əvivə və eləcə də Hayfa şəhərinə hipersəs raketləri ilə zərbələr endirdiyinə dair məlumat yayıb. Agentlik bildirib ki, İranın ballistik raket hücumu nəticəsində Hayfa şəhərində növbəti dəfə böyük dağıntılar əmələ gəlib. İran silahlı qüvvələrinin yaydığı məlumata əsasən raketlər şəhərdəki hərbi bazalara yönəlib. Hayfa şəhərində Rafael Aerokosmik şirkətinin zavodu raket atışlarına məruz qalıb. Bu zavodda pilotsuz uçuş aparatları və hərbi aviasiya üçün cihazlar istehsal olunur. Bununla yanaşı Təl-Əviv şəhərindəki Ben Gurion hava limanına da raket düşüb. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin Fox News televiziya kanalına verdiyi müsahibəsində bildirib ki, Tehran ABŞ-nin İranın nüvə proqramının məhdudlaşdırılması ilə əlaqədar irəli sürdüyü təklifi qəbul edərsə, İsrail hərbi əməliyyatları dayandıracaq. Benyamin Netanyahu müsahibəsində rəsmi Vaşinqtona müraciət edərək İsrailə Bunker-Buster tipli bomba verməsini xahiş edib. O bildirib ki, bu bomba ilə İranın Fordo hərbi bazasını vurmaq istəyir. Bu hərbi hissədə İranın nüvə texnologiyası saxlanılır və baza yerin aşağı qatlarında yerləşir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı general Möhsün Rezai dövlət televiziyasında çıxış edərək bildirib ki, müharibə bir neçə həftə davam edəcək. İran hələ özünün strateji silahından istifadə etməyib və biz İsrail üzərində tam qələbə çalmayınca müharibəni dayandırmayacağıq. General qeyd edib ki, Fatah 2 və Xormaşşar raketləri 2 tonluq başlığa malikdirlər və bunlardan istifadə İsrailin faciəsi ola bilər. İranın Səhiyyə Naziri isə İsrail Müdafiə Qüvvələrinin hücumu nəticəsində həyatını itirən İranlıların sayını açıqlayıb. Nazirliyin informasiya mərkəzinin rəhbəri Hüseyin Kirmanpur sosial şəbəkə vasitəsilə yaydığı məlumatda qeyd olunub ki, son 3 gün ərzində 224 nəfər ölüb. Həmçinin 1481 nəfər xəstəxanaya yerləşdirilib ki, onların 90%-dən çoxu mülki şəxslərdir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai isə itkilərlə bağlı sosial şəbəkə hesabında yazıb ki, İsrailin Tehrana hücumları nəticəsində 73 qadın və uşaq ölüb. İsrail təbliğatı zərbələri cərrahi dəqiqliyi ilə yaşayış yerlərinə zərər vermədən həyata keçirdiyini iddia etsə də, reallıqda İsrail Müdafiə Qüvvələrinin cərrahi dəqiqliyi ailələr, uşaqlar və qadınları hədəf almaqdan ibarətdir deyə Bəqai yazıb. Yerusəlam Posta nəşri isə İsrailin Səhiyyə Nazirliyindəki mənbələrinə istinadla xəbər verir ki, İsraildə İranın dron və ballistik hücumları nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bundan başqa azı 390 nəfərin yaralandığı deyilir. Bu arada İranın Rey şəhərində evlərin birində dron sexi aşkarlanıb. Bu barədə şəhər polisinin rəisi Hüseyin Mafi hadisə yerindən yerli kanallardan birinin canlı yayımında bildirib. Onun sözlərinə görə kəşfiyyat və hüquq mühafizə qüvvələri tərəfindən bir evdə çoxlu sayda dron, kamikadze tipli pilotsuz uçuş aparatları və evdə hazırlanmış bomba aşkar edilərək müsadirə edilib. Aşkar edilmiş partlayıcı maddələrin çəkisi 200 kiloqramdan çox olub. Evdən həmçinin 30-a yaxın pər, 33 buraxılış qurğusu və bir çox kamikadze dron avadanlığının da aşkarlandığı vurğulanıb. Rövşən Əliyev, Fidan Səfər, Space xəbər.